Biz bugün sizləri 1990-1995-ci illərdə mənfur qonşularımızın ərazi iddiası ilə Rus hərbi birləşmələri ilə birlikdə sərhəd bölgələrində yaratdığı gərginlik zamanı yerli sakinlərin daim yanında olan qəhrəman, zəhmətkeş bir ziyalı ilə sizi tanış edəcəyik. Bu ziyalı kimdir? Bu barədə növbəti video materialımızda daha ətraflı biləcəksiniz. Erməni faşizmi 1988-ci ildən başlayaraq Azərbaycan qarşı torpaq iddiası qaldırdı və 1992-ci ildə ölkəmizdə olan hərzmərcilik, vəzifə uğrunda mübahisələr, həmçinin təkmilləşməmiş milli ordu tərəfindən Rus hərbi birləşmələrinə arxalanan erməni şovinistlərinə qarşı müharibə aparmaq həmin dövrün ən çətin məqamlarından biri idi. Daxilimizdə olan xainlər tərəfindən sərhəd kəndlərində təbliğat və təşviqat kampaniyaları apararaq kənd sakinlərinin kəndlərindən çıxartmağa çalışırdılar. Bu dövrdə Ağstafa rayonunun düşmənlə təmas xəttində yerləşən Köhnə Qışlaq, Yaradullu və Tatalı kəndlərinin savxoz direktoru olan, xalqın, elin qəhrəman oğlu kimi tanınan Yaqub İsmayılovun adı çəkilən kəndlərdə olan könüllü dəstələrə və hərbiçilərə hər cür dəstək olaraq onların heç bir halda geri çəkilməməsi üçün günlərlə öz ailəsini döyüş mövqeyində yerləşən evində tək qoyaraq hərbiçilərin yanında qalıb. Başda öz ailəsi olmaqla bir nəfər belə olsa kəndlərdən çıxmasına imkan verməyib. Nəticədə 1 kilometr məsafədən belə az olan sərhəd kəndləri sonadək qəhrəmancasına hərbiçiləri ilə birlikdə Yaqub İsmayılovun arxasında sıx birləşərək öz doğma kəndlərini qoruyub və həmçinin hərbiçilərə dəstək olublar. Həmin dövrdə çox az vəzifəli şəxs olardı ki, onun övladı döyüş mövqelərində düşmənə qarşı döyüşsün. Lakin Yaqub İsmayılovun böyük oğlu Emil İsmayılov 20 yaşında ön cəbhəyə döyüşə gedərək 1993-cü ildə Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Buna baxmayaraq Yaqub İsmayılov yenə də sonadək sərhəd kəndində rəhbər kimi öz sakinlərinin yanında olub, kəndi tərk etmələrinə imkan verməyib. Bir sözlə adı gedən kəndlərin işğal olmamasında, sonadək sakinlərin kənddə qalmasında Yaqub İsmayılovun da çox böyük zəhməti və rolu var. Yaqub İsmayılov həmçinin zəhmətkeş ailə başçısıdır. O müharibədən sonra 2001-2016-cı illərdə Azərbaycan Respublikası Qarabağ müharibəsi, əlilləri, veteranlar və şəhid ailələri İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri kimi bu təbəqədə olan imtiyazlı şəxslərin hüquqlarını qoruyub və paralel olaraq müxtəlif məsul vəzifələrdə, hətta Rabitə və İnformasiya Nazirliyinin Qəbr rayonları üzrə səlahiyyətli nümayəndəsi kimi də çalışmaqla yanaşı, əkinçilik, heyvandarlıq və həyatyanı sahədə bağbanlıqla da məşğul olub. Hərbi xidmətdə olmuşam, SSR Silahlı Qüvvələrində. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinə qəbul olmuşam və 1976-cı ildə oranı bitirmişəm. 74-cü ildə rayona qayıtmışam. 11-12 il Bakıda yaşayandan sonra, yəni 5 qardaş, 3 bacı olmuşuq. 5 qardaş ali təhsilli universitet təhsilidir. 2 bacım da oranı qutarıb, biri Filologiya Fakültəsini. Bacım uzun müddət, 40 ildən çox Maarif nəşriyyatının aparıcı redaktorlarından biri olubdur. Əvvəllər müəllim işlədim. Sonra məni Savxoz Partiya Komitəsinə katib seçdilər. Partiyada işləmiş adam kimi məni də yeni rayon rəhbərliyi tanıyırdı. Çağırdılar, təklif elədilər ki, savxozu təhvil götür. Həqiqi mənada özüm vətənpərvər olduğum üçün nə kəndimi buraxıb çıxmadım, nə hərbiçilərə bütün müharibə dövründə öz ailəmi də unutdum, ancaq onlara yardım elədim. Oğlu Adil İsmayılov və kənd ziyalıları Yaqub İsmayılovun zəhmətkeş olması ilə yanaşı onun müharibə dövründə sərhəd kəndlərinin çıxmamasında böyük zəhmətinin olduğunu bildiriblər. Uşaqlıqdan anam müəllim olub, atam tarix müəllimi olub, anam isə ədəbiyyat dili müəllimi olub. Elə uşaq vaxtdan atam həmişə daimən zəhmətlə məşğul olub. Elə müəllim işləməyinə baxmayaraq o cümlədən təsərrüfatla da məşğul olurdu. Demək, biz də daima təsərrüfatla məşğul olmuşuq, elə biz də uşaq vaxtdan zəhmətə örgənmişdik. 3 kəndin direktoru idi, amma yenə də biz təsərrüfatla məşğul idik, əkinçiliklə, biçinciliklə, maldarlıqla məşğul idik. 93-cü illərdə mənim 13 yaşım var idi. Çox ciddi müharibə gedirdi. Müharibə zamanı bizim kəndə 400-600 ədəd elə vaxt olurdu, mərmi düşürdü. Yəni həmin vaxtda elə olurdu, mənim atam 2 gün, 3 gün evə gəlmirdi. Hətta kənddə sakitçilik bürüyürdü kəndi gecə vaxtı. Biz də qardaşım və mən, demək, bir də anam, mərhum, beton var idi, onun içində qalırdıq. Yəni biz çıxmırdıq kənddən. Yaqub müəllim, mən deyərdim, kəndin ən şərəfli, ən qeyrətli sakinlərindən biridir. Yaqub müəllimin həyat fəaliyyəti rəngarəngdir, çox sahəlidir. Müharibə başlayanda Yaqub müəllim
uzun müddət savxoz direktoru işləyib. Yaqub müəllim savxozun ondan sonra mal qarası var. Onun böyük əksəriyyətini hərbi işlərə yardım kimi istifadə edib. O savxoz direktoru kimi əyninin paltarını dəyişib hərbiçi formasında daima hərbi işlərin içində olubdu və bütün o dövrdə Yaqub müəllim hərbi işlərə böyük dəstək verib. Murad Adiloğlu, Kamran Əsgiparalı, Hüseyn Hüseynov, Səs TV, Ağstafa.